Təklif edərdim ki, Azərfilm sabahdan etibarən artıq başlamaq ərəfəsində olan 2-ci Dünya müharibəsi mövzusuna gəlsin. Çünki həqiqətən İsrailin İrana hücumu ilə tamamilə yeni bir situasiya yarandı. Elə bir situasiya ki, Azərbaycan bunun birbaşa içindədir. Azərbaycan bilavasitə bunun içindədir və bilirsiniz ki, artıq İsrail aviasiyası Azərbaycan-İran sərhəddində yerləşən Azərbaycan yaşayış, Cənubi Azərbaycan, yəni bizim çox Azərbaycan fərqi yoxdur, Cənub-Şimal yaşayış məntəqələrinə də zərbə endirib, başda bizim tarixi paytaxtımız olan Təbriz olmaqla və bu Azərbaycan cəmiyyətini çox çətin bir duruma salır. Nə mənada? Ərəstun Məsud özündən bu dəqiqə məlumat daxil oldu ki, Təbrizdən dostlarımız məlumat göndərib, Təbrizdə artıq terrorçu İsrailin bombardımanı 18 adam bugün öldü. Çox öldü. Mən Türk kanallarında oxudum ki, 50-dən yuxarı ya 30-dan yuxarı insan öldü. 18 adam indi bu dəqiqə mənə yazdılar ki, 18 adam oldu. Yəni mən həmvətənlərimə müraciət edirəm, bildirmək istəyirəm ki, gəlin biz milli təəssübkeşlik mövqeyindən çıxış edək. Əgər İrandakı Azərbaycanlı, o İranda deyil, o zaten özünün yaratmış olduğu dövlətdədir. O dövləti, müasir İranı yaratan Azərbaycanlılardır. Və biləsiniz ki, bugün həmin o Sepahın öldürülən generallarının da bir çox Azərbaycanlıdır. O cümlədən İran Silahlı Qüvvələri baş qərargahının rəisi, hansı ki qətlə yetirilibdir, Məhəmməd Baqeri, o da Azərbaycanlıdır. Yəni, ola bilər insanların bizlə mövqeyi eyni olmasın, onlar başqa bir dövlətin tərəfindədir, amma onlar bizim soydaşlarımızdır. Mən sizə əmin edirəm ki, Qarabağ müharibəsi zamanı, məsələn, nəzəri baxımdan, Xan kəndində və yaxud Ermənistanda yaşayan hansısa bir Yahudi icmasına Azərbaycanın raketi təsadüfən düşmüş olsaydı, siz təsəvvür eləmirsiniz, İsrail nələr eləyərdi, özünə əl qatardı. Bütün dünyada Holokost belə gəldi, antisemitizm elə getdi. Biz birinci millət olaraq özümüzə sahib çıxmalıyıq. Və mən hesab edirəm ki, Azərbaycan bu konfliktdə yalnız bir istiqamətdə fəaliyyət göstərməlidir. Ölkəmizin cənubunda, Cənubi Azərbaycanda, İran Azərbaycanı deyilən Azərbaycanda soydaşlarımızın qorunması, onların maraqlarının müdafiəsi istiqamətində. Bu bizim millətimizdir. Kiməsə İsrail dost ola bilər, kiməsə qardaş ola bilər və ümumiyyətlə İranın zəifləyəcəyi təqdirdə Azərbaycanın da İsrail üçün əhəmiyyəti itəcəkdir. Çünki məhz İsrailin Azərbaycana marağının arxasında İran faktoru dayanırdı. İran təhlükəsi dayanır. Bunu heç vaxt gizlətməyiblər. İsrail hökumətinin bu barədə qərarları da olub. Ən yüksək səviyyədə, baş nazir səviyyəsində, prezidentlər səviyyəsində açıqlamaları da olubdur. Düzdür, mən bilmirəm, İsrailin Azərbaycanla bağlı başqa nə planları var. Amma mən onu bilirəm ki, Azərbaycanla bağlı planları Azərbaycanlılar qurmalıdır. Və ona görə də mən bəzi özünə ekspert deyən, nə bilim, özünü jurnalist kimi cəmiyyətə təqdim edən, siyasətçi kimi həmvətənlərimizə müraciət edirəm. Azərbaycan hakimiyyətinin baskısından mı çəkinib və yaxud ona xoş gəlmək üçünmü durub İsrailin əməllərinə yaltaqlanmaq lazım deyil. Bizi İsrail, İran yox, bizi soydaşlarımız maraqlandırmalı. Və bir daha deyirəm ki, heç kim buna sevinməsin ki, İrana qarşı müharibə bizə nəsə verəcək. Verəcək, amma yaxşı heç nə verməyəcəkdir. Və baxın, İsrail fərq qoymur. Yaxşı, deyək ki, Təbrizdə hansısa bir hərbi obyekt var idi, vurdular. Amma baxın, nələri vurublar. Neft ayırma zavodunu, aeroportu, yaşayış məntəqələrini. Əzizlərim, İsrailin imkanı olsa, İranı, istər Cənubi Azərbaycan, istər onun digər bölgələri Qəzzadan pis vəziyyətə salacaqdır. Fikirləri o da elə. Bəli, İsrail bugün öz ətrafındakı ölkələrin hamısında destabilizasiya, pozuculuq, xarabalıq yaratmaqla cəhənnəmin mərkəzində cənnətdə qalmaq istəyir. Bu bunun strategiyasıdır və bu bir illik strategiya deyil.
Yəni mən istəyirəm bu məsələləri Qurban bəy biz sabahdan etibarən başlayaq müzakirə eləməyə. Çünki bu həqiqətən bizim üçün həyati əhəmiyyətli məsələlər. Artıq biz gəldik, çıxdıq 2-ci Dünya müharibəsinin astanasına. Təbii ki, İsrailə bir sıra dövlətlərin kəşfiyyatları da kömək edirlər. Bax, bütün bu məsələlərdə. Birbaşa deyirəm bunu. Bu İsrail kəşfiyyatı nağılın işi deyil. Tək kəşfiyyat yox, məncə də texniki dəstək də verilib. Texniki dəstək də verilibdir. O cümlədən Türkiyədə, Malatyada yerləşən Amerika radiolokasiya stansiyası var ki, oradan koordinasiya da olunubdur. Bu məlum məsələdə artıq türk mənbələri bunu açıq şəkildə deyirlər. Və ən sonuncu qeyd eləmək istədiyim və ən təhlükəli. Bugün İsrailin rəsmiləri də onun rəsmi dairələrinə bağlı o müxtəlif media platformaları da bildirirlər ki, İrandan sonra növbə Türkiyənindir. Və biz bunu unutmamalıyıq. Mürtəci dövlət üçün heç bir fərqi yoxdur. Mən təəssüf edirəm. Bugünkü İsrail onun başında duran rəhbərləri, hökuməti baxımından mürtəci dövlətdir və mürtəci siyasət yürüdür. Bəlkə sabah hakimiyyət dəyişəcək, o başqa dövlət olacaqdır. Onu deyə bilmərəm. Amma bugünkü reallıq budur. Ona görə mən bir də istəyirəm ki, həmvətənlərimiz diqqətli olsunlar. Azərbaycanın daxilində Azərbaycan insanını çaşdırmağa çalışan, Azərbaycan insanını rəyini yanlış istiqamətə yönəldən insanlara amansızcasına təpki vermək lazımdır. Bizim üçün önəmli, bizim soydaşlarımızın həyatı, onların təhlükəsizliyi, onların varlığıdır. Vəssalam. İranda oldu, Turanda oldu, Azərbaycanda oldu, fərqi yoxdur. Və əgər bir ölkə iddia edirsə ki, bundan sonra Azərbaycanın strateji müttəfiqi olan, Azərbaycanın təbii müttəfiqi olan Türkiyəni hədəf alacaqdır. Bilmirəm nə dərəcədə onu ala biləcək, o başqa söhbətdir. Amma təbii ki, həmin o qərb dövlətləri İranda olduğu kimi, Hezbollahda olduğu kimi Türkiyə məsələsində İsrailə dəstək verəcəklərsə, İsrail alətdir, İsrail dövlət deyil. İsrail hərbi bazadır. Biz bunu anlamalıyıq. Və bu hərbi bazadan istənilən dövlətə qarşı istifadə edə bilərlər. Ola bilər mənim İsrail haqqında fikirlərim kəskindir, amma dövlət budur. Bunu mən demirəm təkcə. Dünyanın Amerika kimi, nə bilim, Avropa ölkələri kimi ölkələrində tanınmış, məşhur, siyasətçi, jurnalist, yahudilər var ki, bunu deyirlər. Bilirsinizmi? Məsələ burasındadır. Bir də Qurban bəy, bu müzakirə ilə bağlı sonuncu dəfə bir fikir bildirmək istəyirəm. Mən bütün bu müzakirələrə bir də baxınca, bir də bunları xatırlayınca, mən həqiqətən bir mənada elə Heydər Əliyevin hakimiyyətə gəlməyinə sevinirəm. Bilirsiniz niyə? Necə Heydər Əliyev bu iddialı, hiccəli gədələrə öz yerini göstərdi? Yadınıza gəlir Elçi bəyin valideynlərinə söyən o müəyyən bir ləqəbi olan Tahir Əliyev. Bilirsiniz, onun ləqəbi Azərbaycanda məşhurdur. Mən bu ifadəni efirdən işlətmək istəmirəm. Ondan sonra o hiccəli, iddialı Etibar Məmmədovu Heydər Əliyev bir aydan sonra necə aşağıladı? Dedi ki, deyirəm, cavan adamdır, siyasətlə maraqlanır. Yadınızdadır o söz. Və 98-ci ildə Etibar Məmmədovun güya etiraz aksiyasında o qaça-qaça gülünç vəziyyətdə gedib maşına minib qaçmağı yadınızdadır. Sizə Heydər Əliyev qənim olsun və oldu da. Təşəkkür edirəm. Bu məndən bu qədər. Sağ ol sana Rəsmən. Sağ ol. Sağ ol. Təşəkkürlər.